Buraxılış imtahanında görə biləcəyimiz növbəti 3 sözü izah etməyə çalışacağam. Lövhədə birinci gördüyünüz söz concise. Concise. Mənası qısa, amma dolğun və aydın. Yəni heç bir artıq söz istifadə etmədən fikri dəqiq şəkildə ifadə etmək. Məsələn, deyək ki, onun izahı qısa, yəni konkret və aydın idi. Her explanation was concise and clear. Yəni, onun izahının heç bir artıq sözə ehtiyacı yox idi. Sinonim olaraq ən çox brief sözünü göstərə bilərik. İkinci söz salutation. Salutation. Salutation bir salamlaşma forması və ya müraciət formasıdır. Xüsusilə məktub və ya rəsmi yazılarda istifadə olunur. Məsələn, Dear sir or madam is a formal salutation. Yəni, əziz, cənab və ya xanım rəsmi bir salamlaşma formasıdır, müraciət formasıdır. Lövhədə gördüyünüz ifadələr hi, hello və ya hey there kimi ifadələr isə qeyri-rəsmi formalardır. Üçüncü söz imitate. Imitate nə deməkdir? Kiminsə davranışını, səsini, hərəkətini və ya tərzini təqlid etmək, yamıslamaq, kopyalamaq. Məsələn, deyək ki, uşaqlar çox vaxt valideynlərini təqlid edirlər, yəni yamsılayırlar, onlar kimi hərəkət edirlər. Children often imitate their parents. Üç sözü bir cümlədə istifadə edək ki, yadınızda qalsın. Amma cümlənin tərcüməsini siz yazacaqsınız. The student gave a concise speech, started with a polite salutation and tried to imitate the native speaker.